Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Abşeron Sağlamlıq və İstirahət Mərkəzinin ərazisində abadlıq və yaşıllığın qorunması aksiyası keçirilib. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və üzv təşkilatlarının əməkdaşlarının iştirak etdiyi aksiya İdeya İctimai Birliyinin ətraf mühitin mühafizəsi, biomüxtəlifliyin qorunması və ekoloji maarifləndirmə sahəsində reallaşdırdığı təşəbbüslərə töhfə vermək, sağlamlıq və istirahət mərkəzlərinin təbii mühitinin qorunması, qonaqlar üçün daha yaxşı şərait yaradılması məqsədi ilə təşkil olunub. Aksiya çərçivəsində Sağlamlıq Mərkəzinin ərazisində abadlıq işləri görülüb, yaşıllıq sahələrinə qulluq göstərilib. Həmkarlar İttifaqları tərəfindən ətraf mühitin sağlamlaşdırılmasına töhfə verən sosial-ekoloji tədbirlər bundan sonra da davam etdiriləcək.